Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve izâ qîle lehum âminû bimâ enzelallahu qâlû nu'minu bimâ unzile aleynâ ve yekfurûne bimâ verâehu ve huvel hakku musaddiqan limâ me'hum. Kul felime tektulûne enbiyâ'allâhi min qablu in kuntum mu'minin. Selamun aleykum, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bugünkü bəhsimiz Məcmuəl Bəyan təfsiri əsasında Bəqərə surəsinin 91-ci ayəsinin izahıdır. İlk öncə bu ayənin zahiri mənası. Allah Teala bu ayədə belə buyurur. Buyurur ki, bəxti ki onlara, yəni bu yəhudilərə deyilir ki, iman gətirin Allahın nazil etdiyinə. Onlar belə deyərlər. Nu'minu bimə unzilə əleyna. Bizə nazil olana biz iman gətiririk. Və yəkfuruna bimə vəraəhu. Ondan sonra nə varsa hamısına kafir oldular. Və huvel haqqu musaddiqan limə mə'hum. Bir halda ki o Allah tərəfindən nazil olan bir haqqdır ki təsdiq edir onlarla olan kitabı, onların özünə nazil olan kitabı. İzah edəcəm məqsəd nədir? Qul, ya Peyğəmbər, onlara dinən. Fəlimə təqtulûnə ənbiyâ'allâhi min qəbul. Əgər həqiqətən siz özünüzə nazil olana iman gətirmisinizsə, bəs nə üçün Peyğəmbərləri öldürdünüz? Peyğəmbərlərin öldürməyin haram olmağı Tövratda gəlmişdir. Sizə nazil olanda var idi. Bəs nə üçün onları öldürdünüz? İn kuntum mu'minin. Əgər həqiqətən siz müminsiniz, sizə özünüzə nazil olana. Bu ayənin zahiri mənası, bu ayədə bir lüğət vardır ki, ona işarə edən yeni lüğət, yəni ma vəraəhu. Ma vəraəhunun barəsində də ey ma bə'dahu, yəni yəkfuruna bima vəraə, yəni yəkfuruna bima bə'də. Yəni özlərinə nazil olan ki, Tövrat idi, ona iman gətirdilər, ondan sonra hər nə var idi, ona kafir oldular. Məqsəd İncil və Qur'andır. Bu ayənin ilk öncə ümumi baxışın qısa olaraq deyim, sonra keçək Məcmuəl Bəyanın mətninə. Allah Teala bu ayədə Peyğəmbərə deyir ki, yəni Peyğəmbərin zamanında olan yəhudilərə həqiqətdə bunlar xitabdır. Deyir ki, onlara, yəni bu yəhudilərin bir xüsusiyyəti də vardır ki, onlara deyəndə ki, siz ki əhli kitabsınız. Bu kitabda, Qur'an da sonuncu kitabda Peyğəmbərə nazil olub. Siz də ona iman gətirin. Onlar deyirlər ki, xeyr, bizə nə nazil olubsa, o ki Tövratdır, yalnız biz Tövrata iman gətiririk. Tövratdan başqası, İncil kafir oldular, Qur'an kafir oldular, qəbul eləmədilər. Allah Teala bu bir halda ki, Qur'an haqqıdır. Niyə Qur'anın haqq olmağına dəlil nədir? Həmin Qur'an ki Allah tərəfindən nazil olunub, sizin Tövratda olanları təsdiq edir. Tövratda deyilib ki, belə bir peyğəmbər gələcək, sonuncu peyğəmbər xüsusiyyətləri budur. Allah Teala Peyğəmbərə xitab edərək ayənin sonunda deyir ki, siz özünüzə nazil olan Tövrata da iman gətirməmisiniz. Niyə? Əgər siz mümin olsaydınız, nə üçün ilahi peyğəmbərləri öldürdünüz? Məgər peyğəmbəri öldürmək Tövratda gəlib? Bəlkə əksinə Tövratda gəlib ki, peyğəmbərləri ki, heç adi insanları da öldürmək olmaz. Bu ayəyə qısa olan bağışdır, mən qayıdıram mətnə. Əl-mə'na və izâ qilə ləhum yənil yəhud. Bəxti ki onlara, yəni yəhudilərə deyirlər ki, aminu, səddiqu bimə ənzəlallah minəl Qur'an ələ Muhamməd və şərai əlləti cəə biha. Onlara bəxti ki deyilir, siz Allahın nazil elədiyinə iman gətirin. Ki Allah Teala nəyi nazil eləyib? Qur'anı Həzrəti Muhammədə və həmçinin o şəriətlər, o hökmlər ki, Allahın Peyğəmbəri Qur'an vasitəsilə insanlara çatdırır. Yəhudilər ki, Peyğəmbərin zamanında idi, onlara deyilir ki, siz buna iman gətirin. Amma onların sözünə bax, qalu, nu'minu bimə unzilə ələynə ya'nun ət-Tövrat. Onlar deyirlər ki, yalnız və yalnız bizə nazil olana iman gətirəcəyik. Nəyi? Yəni Tövrata. Ancaq Tövrata iman gətiririk. Amma və yəkfuruna bimə vəraəhu, yechəduna bimə bə'dahu, yuridul İncil vəl Qur'an. Amma ondan sonra, yəni Tövratdan başqa nə varsa hamısına kafir oldular. Nə? Yəni inkar elədilər Tövratdan başqasını. Məqsəd İncil ki İsa əleyhissalama nazil olub, Qur'an ki Həzrəti Muhammədə nazil olmuşdur. Və yəkfuruna bima vəraəhu.
Amma kafir oldular bima vəra, bima səvahu. Ondan başqasına. Vəranın bir mənası da səva mənasındadır, yəni başqa mənasındadır. Yəni yalnız Tövrata iman deyirlər, iman gətiririk. Tövratdan başqası, İncil, Quran bunlara iman gətirmirik, bəlkə kafir oluruq. Və huvəl haqq, Allah Teala buyurur ki, bir halda ki, Quran haqdır. Quran haqq olduğu halda bunlar kafir oldular Qurana, qəbul eləmədilər. Musaddiqan lima ma'ahum, yəni Ət-Tövrat, bu Quran haqdır, bir həqiqətdir ki, Quran gəlib sizin özünüzdə olan kitab ki, Tövratdır, onu təsdiq edir. Li'anna təsdiqə Muhammed və ma unzilə ma'hu minəl Quran məktubun indahum fit-Tövrat. Çünki Muhammed sallallahu aleyhi və səlləmi təsdiq eləmək və Muhammed sallallahu aleyhi və səlləmə nazil olan Quran Tövratın özündə də yazılmışdır. Tövratda yazılanı gəlib təsdiq edir. Bəs əgər siz Tövrata imanınız varsa, Qurana da iman gətirməlisiniz. Quran həqiqətdə Tövratın dediyin təsdiq edir. Amma təəssüflər olsun ki, onlar iman gətirmədilər. Dedilər, yalnız və yalnız biz Tövrata iman gətiririk. Allah Teala onlara buyurur ki, qul fəlimə təqtuluna ya Rasulallah, de onlara fəlimə təqtuluna ənbiya Allahi min qəbul, nə üçün Allah peyğəmbərlərini öldürürsünüz? Bir halda ki, əgər müminsinizsə. Baxın, bu ayə peyğəmbərə xitabdır. Peyğəmbərə də buyurur ki, sən bu yahudilərə dinən. Əvvələn bunlar özləri öldürməmişdi. Bunların ata-babaları öldürmüşdü. Və ikincisi də burada təqtulunə yox, gərək qətəltum deyərdi. Qətəltum mazi keçmiş zaman feilidir. Gələcək zaman feili ilə istifadə elədi. Deyir, bu təqtulunə, çünki bunların adətinə çevrilmişdi peyğəmbər öldürmək. Bu baxımdan, onlar keçən ayələrində birində işarə olunmuşdu. Öz istədikləri peyğəmbər olmayanda bəzilərini təksib etdilər, bəzilərini də öldürdülər. Allah Teala bu ki, əgər siz düz deyirsinizsə ki, möminsiniz, Tövrata iman gətirmişsiniz, nə üçün bəs peyğəmbərləri öldürdünüz? Sonda Əminülislam Təbərsi buyurur ki, və fi hazihil ayə dəlalətun əla ennəl imanə bi kitabin min kutubillah la yəsəh izə ləm yəhsulul iman bima sivahu. Bu ayədə dəlalət və dəlil vardır ki, Allah kitablarından birinə iman gətirib digərlərini qəbul etməmək həqiqətdə iman hesab olunmur. Yəni, əgər möminsənsə, Allah tərəfindən göndərilən bütün kitablara, istər İncil, istər Tövrat, istər Quran, hamısına iman gətirməzsən. La yəsuhizə, ləm yəhsulul iman bima sivahu. Yəni, birinə iman gətirəsən, digərlərini qoyasan kənara, bu formada olan iman səhih deyil. Bu, 91-ci ayə olan qısa izah. Allah Teala 92-ci ayədə belə buyurur. Və ləqəd cəəkum Musa bil bəyyinat, sümmətəxəztumul iclə min bə'dihi və əntum zalimun. Artıq Musa əleyhissalam müxtəlif dəlillərlə gəlmişdi. Amma siz buzovu özünüzə Allah seçib ona ibadət etdiniz. Min bə'dihi, yəni Musa əleyhissalam dəlillərlə, möcüzələrlə gəldikdən sonra və əntum zalimun. Siz bu işinizlə buzova ibadət etmək vasitəsilə özünüzə zülm etdiniz. Bu ayədə yeni bir lüğət yoxdur. Həqiqətdə bu ayə əvvəlki ayənin, yəni 91-ci ayənin davamıdır. Allah Teala buyurur ki, və ləqəd cəəkum Musa bil bəyyinat əddallə əla sidqi. Musa əleyhissalam bir peyğəmbər olaraq müxtəlif möcüzələrlə gəldi. Elə möcüzələr ki, bunların hamısı dəlalət edir ki, Həzrət Musa əleyhissalam doğru və düzgün danışır. Vəl mü'cizatul müəyyədə lünnübüvvəti. Möcüzələr ki, hamısı təyid edilir ki, həqiqətən Musa əleyhissalam peyğəmbər idi. Quran-ı Kərimdə də var və hədislərdə də qeyd olunur ki, Həzrət Musa əleyhissalamın 9 dənə ən azından möcüzəsi var idi. Yədi bəyza, inbica sulma minəl həcər, o ağ, işıltılı, şəffaf olan əl, daşdan suyun qaynamağı, dəryanın bölünməsi, qəlbül əsa həyyətən, əsanın ilana çevrilməsi və digər möcüzələr ki, adi insanlar onu gətirə bilmirlər, onun öhdəsindən gəlmirlər. Yəni, qeyri-adi bir işdə ki, möcüzə deyirlər buna. Musa əleyhissalam bu dəlillərlə gəldi və hamınızda
qəbul elədiniz ki, bu möcüzədir və Həzrət Musa əleyhissalam peyğəmbərdir, amma təəssüflər olsun, sümmət təxəssümül iclə. Bu möcüzələri gördükdən sonra və bunlar ki, dəlalət edir, həqiqətən Musa əleyhissalam peyğəmbərdir, Allah təala bu ki, sonra siz icli, yəni həmin o buzovu özünüzə Allah olaraq qəbul etdiniz və əbəddumuhu, ona ibadət etdiniz. Min bədihi, min bədi Musa, ləmma farəqakum və məza ilə miqat Rəbbi. Musa əleyhissalam Tur dağına getdikdən sonra, öz Rəbbinin münacatına getdikdən sonra siz gəldiniz, nə elədiniz? İcil, Samiri ki, o buzovu Allah kimi sizə tanıtdı, allatdı sizi, allandınız və ona ibadət etdiniz. Bəzilər deyirlər ki, sümmət təxəssümül iclə min bədihi, yəni bu möcüzələri gördükdən sonra və əntum zalimun li ənfusikum, siz bu işlə özünüzə zülm etdiniz. Bi kufrikum və ibadetikumul icl. Necə özünüzə zülm etdiniz? Kafir oldunuz və buzovu özünüzə Allah seçdiniz. Li ennel ibadətə la təkunu li qeyrillah. Çünki ibadət Allaha məxsusdur, Allahdan başqası ibadətə layiq deyil. Siz yəhudilər beləsiniz. Təəssüflər olsun. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.